Amerika Birləşmiş Ştatları öz sülh planının şərtlərinə razılıq verməsi üçün Ukraynanın kəşfiyyat məlumatlarının mübadiləsini və silah tədarükünü azaltmaqla hədələyib. Reuters agentliyinin yazdığına görə Vaşinqton hazırda Kiyevə əvvəlki sülh danışıqlarında olduğundan daha güclü təzyiq göstərir və gələn cümə axşamına qədər çərçivə sənədini imzalamağı tələb edir. Bu arada Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciət edib. O, Ukraynaya xəyanət etmədiklərini və bundan sonra da etməyəcəklərini bildirib. Zelenskinin sözlərinə görə Ukrayna gələn həftə yay ləyaqətini ya da əsas tərəfdaşını itirmək riski ilə üzləşə bilər. Зараз один з найважчих моментів нашої історії. İndi tariximizin ən çətin anlarından biridir. Ya 28 bəndlik sənədi qəbul etməliyik, ya da son dərəcə çətin qışa hazır olmalıyıq. Onlar bizdən cavab gözləyirlər. Amma mən bunu 2019-cu il mayın 20-sində Ukraynanın suverenliyini və müstəqilliyini müdafiə etməyə sadiq olduğumu deyəndə verdim. Найважче та подальші ризики. Yeri gəlmişkən, Ukrayna prezidenti Vladimir Zelenski müharibənin başa çatdırılması ilə bağlı danışıqların fəallaşması fonunda ABŞ-ın vitse-prezidenti J.D. Vance-la telefon danışığı aparıb. Biz Amerika və bütün tərəfdaşlarla rahat şəkildə işləyəcəyik. İnandıracağam, alternativlər təklif edəcəm. Amma şübhəsiz ki, düşmənə Ukraynanın sülh istəmədiyini söyləmək üçün heç bir səbəb verməyəcəyik, deyə Zelenski vurğulayıb. Qeyd edək ki, ABŞ-Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı plan təqdim edib. Bu plana görə Ukraynadan ərazi güzəştlərinə getmək tələb olunur.